Salam uşaqlar. Bugün sizinlə insan ürəyinin quruluşu ilə tanış olacağıq. Deməli, başlayaq. İlk öncə insan ürəyinin yerini öyrənək. İnsan ürəyi insan bədənində harda yerləşir? Uşaqlar, insan bədənində müəyyən boşluqlar var. Məsələn, kəllə boşluğu var, burun boşluğu var, ağız boşluğu var, döş boşluğu var, qarın boşluğu var, çanaq boşluğu var, onurğa kanalı boşluğu var və insan ürəyi bu boşluqlardan yerləşir döş boşluğunda, ağciyərlərin arasında, ortada insan ürəyi yerləşir. Deməli, ilk öyrəndiyimiz məlumat o oldu ki, insan ürəyi insan bədənində döş boşluğunda iki ağciyərin arasında orta hissədə yerləşir. İnsan ürəyi döş boşluğunda ağciyərlərin ortasında yerləşir, amma ürəyin aşağı hissəsi, yəni onun əsası biraz sol ağciyərə doğru meyillidir. Sola doğru meyillidir, ona görə biz ürək döyüntülərimizi adətən biz döş boşluğumuzun sol tərəfində hiss edirik. Deməli uşaqlar, burada da görürsünüz, insanın ümumiyyətlə qan damar sistemini görürsünüz. İnsanın qan damar sistemi ürəkdən və ürəyə birləşən, ürəkdən çıxan, ürəyə gələn damarlardan ibarətdir. Yəni bu şəkildə gördüyünüz bizim qan damar sistemimizdir. Qan damar sistemimizə ürək və damarlar aiddir. Yenə deyirəm, insan ürəyi yerləşir insanın döş boşluğunda, sümükdən olan döş qəfəsinin içində yerləşir, ağciyərlərin ortasında yerləşir. Niyə insan ürəyi sümükdən bir qəfəsin içində yerləşir, yəni döş qəfəsinin içində yerləşir? Çünki döş qəfəsi ürəyi xarici zədələrdən qorumuş olur. Deməli, indi insan ürəyinin quruluşu ilə detallı tanış olaq. İnsan ürəyini özü 4 kameradan ibarətdir. 4 kamera dedikdə nə nəzərdə tuturuq? Baxın, 2 qulaqcıq, bir budur, bir də budur. 2 mədəcik. Deməli, insan ürəyi 4 şöbədən ibarətdir. 2 qulaqcıqdan və 2 mədəcikdən ibarətdir. Qulaqcıqlar, bura sol qulaqcıqdır, bura isə sağ qulaqcıqdır. Bura sol mədəcikdir, bura isə sağ mədəcikdir. Görürsünüz ki, qulaqcıqlar mədəciklərdən yuxarıda yerləşir. Mədəciklər isə qulaqcıqların altında yerləşir. Sağ qulaqcığın altında sağ mədəcik yerləşir, sol qulaqcığın altında isə sol mədəcik yerləşir. Ürəyin sağ hissəsi ilə sol hissəsi bir-birindən arakəsmə vasitəsilə ayrılır. Bu o deməkdir ki, sol qulaqcıqda olan qan sağ qulaqcığa keçə bilməz, sol mədəcikdə olan qan sağ mədəciyə keçə bilməz və yaxud da əksinə, sağ mədəcikdəki qan sol mədəciyə, sağ qulaqcıqdakı qan da sol qulaqcığa keçə bilməz. Çünki sağ hissə ilə sol hissə arasında bir ara kəsmə var. Sağ hissədəki qan sol hissəyə qarışa bilməz. Deməli uşaqlar, başqa biz nə öyrənəcəyik buradan? İnsan ürəyinin, baxın, bu sağ tərəfində. Sağ tərəf nə deməkdir? Yəni, sağ qulaqcıqda və sağ mədəcikdə venoz qan var. Venoz qan çirkli qan deməkdir. Lakin insan ürəyinin sol tərəfində isə, yəni sol qulaqcıq ilə sol mədəcikdə isə arterial qan var. Arterial qan təmiz qan deməkdir. Niyə venoz qana çirkli qan deyirik? Çünki venoz qanın içində karbon qazı çoxdur, oksigen qazı azdır. Deməli, sağ hissədə, sağ qulaqcıqla sağ mədəcikdə venoz qan var, yəni çirkli qan var. Bu, sağ hissədə olan qanın içində oksigen azdır, karbon qazı çoxdur. Sol hissədə isə, yəni sol qulaqcıqla sol mədəcikdə isə arterial qan var, yəni təmiz qan var. Təmiz qanın, yəni arterial qanın içində isə oksigen çox, karbon qazı azdır. Uşaqlar, insanın ürəyinin dediyi 4 şöbəsi, yəni 4 kamerası var. Hər şöbənin də dəlikləri var. Məsələn, sağ qulaqcığın da dəliyi var, sağ mədəciyin də dəliyi var. Sol qulaqcığın da dəliyi var, sol mədəciyin də dəliyi var. Ümumiyyətlə, insan ürəyinin qulaqcıqlarına qan bu dəliklərdən gəlir. Yəni, məsələn, baxın, bu yuxarıdakı damarı ilə, bir də bu aşağıdakı damarı ilə orqanlardan qan gəlir, tökülür sağ qulaqcığa. Bu ağciyərlərdən isə 4 dənə damar vasitəsilə qan gəlir, 4 damar vasitəsilə qan gəlir, tökülür sol qulaqcığa. Deməli, mən anlayıram ki,
qulaqcıqlara qan gəlir. Qulaqcıqların üstündə dəliklər var, yəni deşiklər var. Orqanlardan, ağciyərlərdən qulaqcıqlara qan gəlir. Bax, görürsünüz, orqanlardan venoz qan gəldi sağ qulaqcığa. Ağciyərlərdən təmiz arterial qan gəldi sol qulaqcığa. Deməli, qulaqcıqlara hər zaman qan gəlir. Amma mədəciklərdən isə qan həmişə çıxır. Baxın, sağ mədəcikdən qan çıxdı, bir dəliklə çıxdı. Sol mədəcikdən qan çıxdı. Baxın, bu damarın içinə çıxır. Və insan ürəyinin üstünə də damarlar birləşir. Sizin kitabınızda damarlardan danışmır. Yəni, ürəyin üstünə birləşən damarların adlarını sizə vermir. Ona görə də mən burada uşaqlar, yəni detalına enməyəcəm. Sadəcə bir neçə dərs sonra sizə damarlar haqqında danışacağam. Onda məlumat verəcəm. Amma hələ ki bilin ki, qulaqcıqlara damarlar vasitəsilə qan gəlir, mədəciklərdən isə damarlar vasitəsilə qan çıxır. Deməli, baxın, qulaqcığın dəliyidir. Damarla qan o dəliyə gəlir, tökülür qulaqcığın içinə. Baxın, qulaqcığın dəliyidir. Buradakı damar, yuxarıdan damar və aşağıdakı damar vasitəsilə qan gəlir, tökülür sağ qulaqcığa. Mədəciklərdən isə yenə qan çıxır. Baxın, mədəciklərdə də dəlik var. Bu dəliklə qan tökülür damarın içinə. Yenə sol mədəcikdə də dəlik var. Bu dəliklə qan tökülür aorta damarının içinə. Belə uşaqlar, sonra nə deyə bilərik biz? Deməli, insan ürəyi ilə bağlı. Hər insanın ürəyi uşaqlar onun öz yumruğu boyda olur. İnsan ürəyi onun üçün dayanmadan işləyir, ömür boyu işləyir. İnsan yatanda belə onun ürəyi işləyir. Və insan ürəyi bir əzələvi quruluşa malikdir. Əzələvi quruluşa ona görə malikdir deyirik ki, insan ürəyini döyünür. Ümumiyyətlə, bu sözümü unutmayın. Əzələ olan hər yerdə hərəkət var. Ürəyin döyünməsi onun hərəkəti deməkdir və bu ürəyin əzələsi sayəsində mümkün olur. Deməli, ümumiləşdirsək biz, uşaqlar, burada dediklərimi yazmışam. Özünüz üçün bir dəftər tutursunuz, qeyd dəftəri tutursunuz və qeyd dəftərində sizə göndərdiyim bu video dərslərdən qeydlər aparırsınız özünüz üçün. Nə danışdımsa, burada qeyd eləmişəm və bunu mən sizdən soruşacağım mütləq. Bir də ümumiləşdirsək, dedik ki, insanın qan damar sistemi ürək və damarlardan ibarətdir. İnsan ürəyi dedik yerləşir onun döş boşluğunda, ağciyərlərin ortasında yerləşir. Biraz əsası, yəni aşağı hissəsi sol ağciyərə doğru meyilli olur. İnsan ürəyi döş boşluğunda döş qəfəsinin içində yerləşir dedik. Döş qəfəsi onu xarici zədələrdən qoruyur. Və dedik ki, insanın ürəyi 4 şöbədən, yəni 4 kameradan ibarətdir. Yuxarıda yerləşən kameralar qulaqcıqlar adlanır. Aşağıda yerləşən kameralar isə mədəciklər adlanır. Sağ qulaqcıq, sol qulaqcıq, sağ mədəcik, sol mədəcik. Sağ qulaqcıqdan qan sağ mədəciyə tökülür. Sol qulaqcıqdakı qan da sol mədəciyə tökülür. Ürəyin sol tərəfi ilə sağ tərəf arasında da bir ara kəsmə var. Bu ara kəsmə kömək eləyir ki, sol tərəfdən qan sağ tərəfə axmasın, sağ tərəfdəki qan da sol tərəfə axmasın. Qan axması sadəcə sağ qulaqcıqdan sağ mədəciyə, sol qulaqcıqdan sol mədəciyə doğru olur. Belə, insanın ürəyinin qulaqcıqlarına dedik, qan gəlir. İnsan ürəyinin mədəciklərindən də qan çıxır dedik. Və insan ürəyinin kameralarının, şöbələrinin üzərində dəliklər var. Bu dəliklər vasitəsilə damarlardan ya qan gəlir və yaxud da bu dəliklər vasitəsilə damarlara qan gedir. Məsələn, qulaqcıqlarda olan dəliklərə damarlar vasitəsilə qan gəlir. Mədəciklərdə olan dəliklərdən də qan damarlara doğru axır. Yenə deyirəm, qan həmişə qulaqcıqlara gəlir, tökülür. Qulaqcıqlardan mədəciklərə tökülür, mədəciklərdən də çıxır. Qan qulaqcığa gəlib ürəyin mədəciyindən çıxır. Yəni, insan ürəyi həm qanı qəbul edir, həm də qanı qovur bədənin müxtəlif hissələrinə. Sağ tərəfdə var venoz qan, sol tərəfdə var arterial qan. İnsan ürəyində qan heç vaxt qarışmır. Bizim bədənimizdə 2 növdə qan var. Biri arterial qandır, biri venoz qandır. Arterial qan təmiz qandır. Niyə? Çünki içində oksigen çox, karbon qazı azdır. Venoz qan çirkli qandır. Çünki venoz qanın içində karbon qazı çox, oksigen qazı isə azdır. Belə uşaqlar.
Və dedik, ürək əzələvi bir orqandır. Əzələvi bir orqandırsa ürək döyünür. Onun döyüntüsü onun əzələsinin sayəsində olur. İnsan ürəyi ömür boyu işləyir və hər insanın ürəyi onun yumruğu boyda olur. İndi növbəti video dərsdə isə sizə damarlardan danışacağam.